Hər vaxtınız xeyir olsun, dəyərli tamaşaçılar. Uca Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun. Haqqın dərgahı verilişinin bu dəfəki buraxılışı halal qida mövzusuna həsr olunub. Zaman keçdikcə qida mövzusu öz əhəmiyyətini daha da artırır. Bu məsələni müzakirə etmək üçün həmsöhbətim Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Qafqaz Abdurrahmanovdur. Qafqaz müəllim, bugün sizinlə hər kəsi əlaqədar edən bir mövzu haqqında danışırıq. Bu, qida mövzusudur. Bu veriliş çərçivəsində bəlkə qida mövzusundan danışmaq müəyyən qədər sual yarada bilər. Amma inanclı olsun, olmasın, hər kəsin bugün qida ilə bağlı bir narahatlığının olduğunu bilirik. Xüsusilə qida sənayesinin inkişaf etdiyi, beynəlxalq ticarətdə qida məhsullarının xüsusi yer aldığı, xüsusi çəki qazandığı bir dövrdə istər-istəməz hər kəs yediyi, içdiyi qidaların mənşəyi ilə bağlı, hazırlanma qaydaları ilə bağlı suallar yaranır və istər-istəməz bunu araşdırmalı olur. Xüsusilə inanclı insanların dini həyatının ayrılmaz bir hissəsi olan halal və təmiz qida mövzusu bugün öz aktuallığını əvvəlkilərə görə biraz daha aktual bir şəkildə diqqət çəkir. Sizin bu mövzuda çalışmalarınız var. İstərdik ki, bu mövzu ətrafında sizinlə fikir mübadiləsi aparaq. İslam dinində qida, yeyəcəyimiz, içəcəyimiz şeylər bizim dini həyatımızdan ayrılan şeylər deyil. Yəni, o da bizim dini həyatımızın bir parçasıdır. İslam bu barədə nə deyir? Qidalanmaq, yemək, içmək insanın ən təməl, ən zəruri ehtiyaclarından biridir. Dinimizdə də, yəni bütün dinlərdə də o cümlədən, yəni qida məsələsinə xüsusi əhəmiyyət verilib. Yəni nəyin halal, nəyin haram olduğu, nələr yeyilə bilər, necə yeyilə bilər. Yəni din təbii ki, həyatın bütün mərhələlərinə toxunduğu kimi qida mövzusunu da xüsusi əhəmiyyət kəsb edibdir. Çünki insanın yediyi, içdiyi hər şey əslində onun mənəvi həyatında da, psixologiyasında bilavasitə təsir göstərir. Bu baxımdan mövzumuz çox aktual mövzudur. Yəni hər zaman aktuallığını qoruyan bir mövzudur. Halal qidadan bəhs etmədən əvvəl təbii ki, dini nöqteyi-nəzərdən biz məsələyə baxırıq. Ayələrdə Allah buyurur ki, halal olandan yeyin, təmiz olandan yeyin. Hər halal eyni zamanda təmizdirmi? Həmçinin hər təmiz eyni zamanda halaldırmı? Bax, istərdim ki, bu məfhumları biraz aydınlaşdırasınız. Uca Rəbbimiz Bəqərə surəsi 168-ci ayədə belə buyurur. Bismillahirrahmanirrahim. Ya eyyuhənnəs, kulu mimmə fil ardı halələn tayyibə və lə təttəbi'u xutuvati şeytan. Ey insan, yer üzərindəki ruzilərin halal və təmiz olanlarından yeyin. İndi burada qarşımıza iki əsas kəlmə, iki əsas termin qarşımıza çıxır. Bunlardan biri halal, ikincisi də tayyib kəlməsidir. Yəni, halal nə deməkdir? Dini bir termin olaraq halal, Allahın yeyilməsinə, içilməsinə və yaxud ümumiyyətlə digər davranışları da əhatə etsək, edilməsinə icazə verdiyi və yaxud İslam şəriətində, İslam dinində yeyilməsinə, içilməsinə və ya edilməsinə icazə verilən bütün davranışlara, yeməklər çərçivəsində, qida çərçivəsində düşünsək isə, bütün qidalara halal qida deyirik. Bəs tayyib nədir? Gördük ki, ayədə Uca Rəbbimiz halələn tayyibə. Tayyib sözü əslində xoş, gözəl, keyfiyyətli mənasına gəlir. Bəs tayyib nə deməkdir? Tayyib ilə halal arasında çox önəmli bir fərq var, qırmızı bir xət var. Yəni, halal əslində hüquqi minimumdur. Yəni ki, bir müsəlman, məsələn, halal dediyi zaman nəyi anlayacaq? Allahın ona icazə verdiyi bir davranış, əməl. Qida çərçivəsində qiymətləndirdiyimiz zaman isə Allahın icazə verdiyi halal nemətlər. Bu minimumdur, yəni hüquqi meyardır halallıq. Tayyibdə isə sadəcə həmin məhsulun və ya həmin qidanın halal olması kifayət deyil. Tayyib halaldan bir daha üst mərtəbədir. Yəni tayyib nə deməkdir? Bir şey halal olmaqla birlikdə eyni zamanda insan sağlamlığı baxımından da faydalı olmalıdır, yararlı olmalıdır, daha keyfiyyətli məhsul olmalıdır. Ey insanlar! Yerdə olan halal və təmiz ruzilərdən yeyin. Şeytanın addım izləri ilə getməyin. O, sizin açıq-aşkar düşməninizdir. O, sizə pis və iyrənc işlər görməyi,
və Allaha qarşı bilmədiyiniz şeyləri söyləməyi əmr edir. Çox vaxt cəmiyyətdə halalın ən üst kateqoriya olduğu fikri var. Yəni bir şey halaldırsa, həm faydalıdır, həm xeyirlidir, həm sağlamdır mənasına gəlir. Halal dini hökmlərlə minimum standartları müəyyən edilmiş bir anlayışdır. Bəli, eynidir. Tayyib isə dəyişkəndir. Tayyibin nə olduğu din tərəfindən bildirilmir. Tayyibin nə olduğunu, yəni gözəl, faydalı olan, cəmiyyətdən cəmiyyətə, zamandan zamana dəyişkənlik göstərən bir anlayışdırmı, yoxsa sabit, bunun da halal və haram kimi sabit bir anlayışı var? Yəni, tayyib kəlməsi, tayyib sözü, yəni xoş, özəlliklə biz bunu qidalar üçün düşündüyümüz zaman, mən elə fikirləşirəm ki, bu, təbii ki, beynəlxalq, yəni və ümum bəşər, hər kəs tərəfindən xoş qarşılanmış şeylər var. Yəni, tayyib sözünü biz sadəcə qidalar üçün istifadə etmirik. Çünki Uca Rəbbimiz bir yerdə deyir ki, Allah tayyibdir, tayyib olanları sevər. Yəni, Allah gözəldir, gözəl olanları sevər. Yəni, amma qidalar üçün biz bunu düşündüyümüz zaman, özəlliklə hansı qidaya tayyib qida, yəni deməyimiz, sanki günümüzdə özəlliklə də qida sektorundakı bu inkişafdan sonra biz hansı qidaya tayyib deməyimiz, bu təbii ki, mütəxəssislərlə əlaqədar bir şeydir. Halal hüquqi bir meyardır, minimumdur. Bəli. Amma tayyibin isə hansı məhsulun tayyib olduğunu, bunu o sahədə qida sektorundakı mütəxəssislər bizə fikir bildirə bilər. Yəni, bunu ilahiyyatçı təbii ki, bilə bilməz. Məsələn, genetik modifikasiya olmuş bir çox məhsul var ki, halaldır. Amma bugün, məsəl üçün, alimlərimiz həmin məhsullara halal-haram dedikləri zaman deyirlər ki, biz buna sadəcə halallıq nöqteyi nəzərindən baxmamalıyıq. Eyni zamanda da insan sağlamlığı üçün, cəmiyyət üçün, təbiət üçün faydalıdırmı, faydalı deyilmi? Uzun vədədə, məsələn, onu tükətdiyin zaman, istehlak etdiyin zaman sağlamlığımıza zərər vururmu, vurmurmu? Onu artıq təbii ki, o mütəxəssislər təyin edirlər. Deyirlər ki, məsələn, bu qatqı maddələri, yəni qida əlavələrinin insan sağlamlığı üçün ciddi təhlükələri var. Amma özü halal bir məhsul da ola bilər, yəni ki, qadan edilmiş bir məhsul olmaya da bilər. O baxımdan biz baxdığımız zaman məsələyə, demək belə aydın olur ki, qida sektorunda, yəni nəyin tayyib olduğunu, nəyin daha faydalı olduğunu mütəxəssislər bizə deyə biləcək. Qafqaz müəllim, mən istərdim ümumiyyətlə İslam dinində bu sizin qeyd elədiyiniz iki məqam ki var idi, hətta buna onların əksi olan iki məfhumu da əlavə edilək. Yəni halal, haram, tayyib və xəbis. Bu Qurani-Kərimin bizə təqdim etdiyi, ilkin dini mənbələrimizin bizə təqdim etdiyi ilkin primitiv formatdır. Eyni zamanda daha sonra İslam alimlərinin bu formatlardan yola çıxaraq bir prinsiplər mənzuməsi hazırladığını da bilirik. Yəni qida məsələsində başlıca prinsip nə olmalıdır? Bu barədə konkret bir xəttlər varmı? Ümumiyyətlə bütün qidaları dəyərləndirə biləcəyimiz İslam dini tərəfindən təqdim oluna bilən prinsiplər varmı? İstərdim bu barədə danışaq. Əlbəttə ki, var. Xüsusilə də son dövrlərdə, son bəlkə 30-40 il ərzində qida sənayesindəki inkişaf artıq məsələnin sadəcə halal-haramlığı yönünə diqqət etməyi bizi sövq etmədi. Eyni zamanda qida təhlükəsizliyi beynəlxalq bir problemə çevrildi. Yəni, bunun da nəticəsində artıq demək olar ki, bizim ölkəmizdə də var, yəni bir çox ölkələrdə artıq qida təhlükəsizliyinin təmin edilməsi təşkilatları, müxtəlif quruluşlar var. Müsəlman ölkələrində isə bununla birlikdə eyni zamanda halal qida, yəni sektoru yaygınlıq qazanmağa başladı. Burada təbii ki, müəyyən bir prinsiplər var. Yəni, halal qida necə olmalıdır? Biz nəyə halal qida deməliyik? Burada da, Göstər müəllim, az öncə qeyd etdiyimiz kimi, biz məsələyə, özəlliklə həmin təşkilatlar məsələyə sadəcə halallıq nöqteyi nəzərindən baxmırlar. Yəni, halal qida həm də tayyib qida. Yəni ki, halal və sağlam qida. Dinimizin məqsədlərindən biri insan canının sağlamlığının qorunmasıdır. Peyğəmbərimiz, dinimiz buna xüsusi əhəmiyyət verib. Günümüzdə də artıq həmin təşkilatlar deyirlər ki, yəni qeyd edirlər ki, öz əsasnamələrində, yəni məhsulun halal olması kifayət deyil. Halallıqla birlikdə həmin məhsulun insan sağlamlığı baxımından da zərərli olmaması lazımdır.
İndi bu baxımdan baxanda təbii ki, həmin təşkilatların özlərinin mənimsədikləri müəyyən prinsiplər var. Təbii ki, İslam mütəxəssislərinin rəyləri əsasında. Bunlardan birincisi nədir? Qida tayyib məhsuldan olmalıdır. Yəni tayyib olmalıdır. Yəni təmiz, yararlı, faydalı, sağlam olmalıdır. Dinimizdə halal və haramları müqayisə etdiyimiz zaman halalların çərçivəsi daha genişdir. Çünki əsl olan əşyada halallıqdır. Yəni ki, məhsulların əsası onun halal olmasıdır. Haram isə, yəni dinimizdə Quran və sünnə tərəfindən bildirilən bəzi məhsullar var ki, haramdır. Bunlar da hər kəsin bildiyi ölmüş heyvan ətidir, axan qandır, donuz əti və donuz məhsullarıdır, spirtli içkilər, yəni ki, alkohollu içkilər, yəni bu məhsullar və təbii ki, başqaları da var. Əsas olaraq meyar nədir? Əşyada əsl olan onun halal olmasıdır. Yəni onun haramlığına dair Quranda və hədislərdə konkret qeydlər yoxdursa, biz o məhsulu halal qəbul edirik. Onu halal qəbul edirik. Amma qida təşkilatları vurğulayırlar ki, məsələn, günümüzdə bir çox məhsul var ki, halaldır. Amma biz nə etməliyik? Bunun sadəcə halal olduğu nöqtə-nəzərdən halaldır, istifadə edilə bilər, istehlak edilə bilər demirik. Eyni zamanda onun istehlakında biz nəyə nəzərə alırıq? İnsan sağlamlığına, hətta sadəcə insan sağlamlığına deyil, ətraf mühitə və insan sağlamlığına zərər varmı, yoxmu? Məsələyə bu nöqteyi nəzərdən baxmaq lazım. Yəni, qısacası, Quran ifadəsi ilə desək, məhsul halal olmaqla birlikdə eyni zamanda tayyib, yəni faydalı, sağlam olmalıdır. İkinci meyarımız isə, əslində bundan biraz bəhs etdik, əşyada əsl olan onun mübah olmasıdır. Yəni, hər hansı bir məhsulda onun əleyhində, onun haram edilməsinə dair, qadağan yeyilməsinin qadağan edilməsinə dair bir ayə və ya bir hədis yoxdursa, onun halal olması prinsipi əsas götürülür. Təbii ki, burada da az öncə qeyd etdiyimiz kimi halal ilə tayyib, yəni halal olması ilə birlikdə onun sağlamlığa faydalı olması prinsipi birlikdə götürüləcək. Əşyada əsl olan onun mübah olması prinsipində ibadətlər mövzusu bunun xaricindədir. İbadətlər mövzusunda isə əşyada əsl olan haramlıqdır. Hər hansı bir məhsulu biz istehlak etmək istəyiriksə, yemək istəyiriksə, onun leyhində, yəni əleyhində bir dəlil yoxdursa, onun qadağan edildiyinə dair bir dəlilimiz yoxdursa, onun yəni ki, halal olması lazımdır. Amma ibadətlərdə tam tərsinə. Deyəlim ki, biz bir ibadət növü özümüzdən ortaya çıxarmaq istəyirik. Yəni əleyhində bir dəlil yoxdursa, halaldır deyib özündən ibadət kimi onu ortaya çıxaranmazsanız, bu artıq bidət kateqoriyasına daxil olur. Yəni ibadətlərdə əsl olan haramdır. Mütləq mənada bir şeyi haram edən yalnız Allahdır. Bir şeyin halal və ya haram olduğuna mütləq mənada dinimizdə halal qida nöqteyi-nəzərinə baxdığımız zaman hökm verən Allahdır. Təbii ki, peyğəmbərlər də, həm də bizim peyğəmbərimiz də Allahın onlara icazə verdiyi təqdirdə bəzi şeyləri öz ümmətlərinə qadağan edə bilirlər, amma mütləq mənada isə halal edən və yaxud da haram edən Allahdır. Bunun ən gözəl nümunəsi Tahrim surəsinin 1-ci ayəsidir. Ya əyyuhən nəbiyyü limə tuharrimu ayəsi bilirsiniz də. Mə əhəllallahu lək. Yəni, Allahın sənə halal etdiyini sən necə və nə üçün özünü haram edirsən? Yəni ki, Allahın halal etdiyini kimsə haram edə bilməz. Yəni, özəlliklə qidalarda əsl olan onun yəni halal olmasıdır. 2, halal olmaqla birlikdə onun sağlamlığa faydalı olması lazımdır. Məyər onlar başları üstündəki göyə baxıb onu necə yaratdığımızı və necə bəzədiyimizi görmürlərmi? Orada heç bir yarıq da yoxdur. Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və göz oxşayan bitkilərin hər növündən yetişdirdik. Bunu Allaha üst tutan hər bir qul üçün ibrət və öyüd nəsihət olsun deyə belə etdik. Biz göydən bərəkətli su endirdik, onunla bağlar və biçilən taxıl dənələri bitirdik. Eləcə də meyvələri salxım-salxım asılmış hündür xurma ağacları bitirdik. Qullara ruzi olsun deyə belə etdik. Biz onunla ölü bir məmləkəti diriltdik. Dirilib qəbirdən çıxmaq da belədir. Qafqaz müəllim, məlumdur ki, müxtəlif İslam hüquq məktəbləri içərisində qidaların halallıq və haramlığı ilə bağlı alimlərin müxtəlif ictihatları var. Bu ictihatlar ümumi çərçivədə
necə dəyərləndirməlidir? Yəni bəzən bir hüquq məktəbi bir qidanı halal sayarkən digəri onu halal saymır. Mən həmişə deyirəm, din bir dənədir. İslam. Bütün məzhəblər isə o dinin yozumudur. Yəni Peyğəmbərimiz vəfat etdikdən sonra Peyğəmbərimizin dövründə bizim elə bir problemimiz yox idi. Məsələn, insanların, yəni ümmətin, İslam müsəlmanların gedib Peyğəmbərimizdən bir şey soruşurdular. Peyğəmbərimiz nə deyirsə onunla qane olmaq məcburiyyətində idilər. Bəli. Peyğəmbər artıq olmadıqdan sonra, vəfat etdikdən sonra ortada var, Quran-Kərim var, bir də Peyğəmbərimizin hədisləri var. İndi müsəlman alimlərinin təbii ki, yanaşması fərqli olur. Nə üçün? Yəni, bir mətin var ortada, Quran və sünnə. Çünki nə qədər insan varsa, o qədər fərqli fikir var deməkdir. Bəzi məhsulların genlərinin dəyişdirilməsi ilə yeni məhsulların yeni genlərin əldə edilməsidir. Təbii ki, bunun da özündə müəyyən yəni, səbəbləri var. Məhsulun keyfiyyətini artırmaq, soyuğa dözümlülüyünü artırmaq, məhsuldarlığını artırmaq və s. Genetik modifikasiya olunmuş məhsullarla əlaqədar, məsələn, müasir alimlər fərqli yanaşma göstərirlər. Bir qrup alimlər, məsəl üçün, deyirlər ki, bu yaradılışa müdaxilədir. Ona görə genetik modifikasiya olunmuş məhsulların istifadə edilməsi halal deyil, bir məna olaraq haram olaraq görürlər. Bir qrup alimlər isə deyirlər ki, çünki bilirsiniz, Quran-Kərimdə yaradılışa müdaxilə etməklə əlaqədar, Peyğəmbərimizin hədislərində də yaradılışa müdaxilə etməklə əlaqədar, bunun qadağan edilməsi ilə əlaqədar ayə və hədislər var. Amma bir qrup alimlər isə məsələyə fərqli nöqteyi nəzərdən, fərqli prizmadan baxırlar. Bugün genetik modifikasiya olunmuş bir çox məhsullar, məhsulun keyfiyyətini artırmaq üçündür. Alimlərimizin, müctəhid olaraq qəbul etdiyimiz alimlərin Quran və sünnədən hökm çıxararkən ərəb dilinin özəlliklərini də nəzərə alaraq Quran və sünnədəki əhkamlara fərqli prizmadan yanaşmaların nəticəsində ortaya çıxan ictihad deyirik ona, fərqlilikləridir bunlar. Əsas mənəvi yanaşma bundan ibarətdir ki, insan halal qidadan, təmiz qidadan qidalanarsa, o bunun xarakterinə də təsir eləyər, insanlığına da təsir eləyər. Eyni zamanda insan təbiətinin yaradılışa uyğun olaraq davam etməsi üçün də qida barəsində seçici davranmaq məcburiyyətindəyik. Qafqaz müəllim, mən sizə təşəkkür edirəm. Ümid edirəm ki, biz sizinlə yenə görüşəcəyik və bu mövzunun müxtəlif sahələri istiqamətində sizinlə müzakirə aparacağıq. Çox sağ olun gəldiyiniz üçün. Çox sağ olun, mən sizə təşəkkür edirəm. Dəyərli tamaşaçılar, bununla da verilişimiz başa çatır. Haqqın dərgahı verilişinin növbəti buraxılışında görüşmək ümidi ilə sağ olun, salamat qalın.